Pirallahıda dostun işçilərinə başçı üçün zeytun yığdırırlar. İşçilərə zeytun yığımına 153 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Oqtay Həmzəyevin başçılıq etdiyi deyilir. Bakının Pirallahı rayonunda 2 saylı Dost mərkəzindən kommunal təsərrüfat sahəsinə ayrılan işçilərin tez-tez zeytun yığımına aparıldığı bildirilir. Bu barədə AzFakt.com-a daxil olan məlumata görə zeytun yığımına 153 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Oqtay Həmzəyev nəzarət edir. MİS rəisi işçilərə zeytunun icra başçısı Vasif İmanov və digər vəzifələr üçün yığıldığı bildirilir. Yığılan zeytun meyvələri paytaxtın başqa bir rayonuna aparılaraq yağ çəkilir. İşçilər şikayət edirlər ki, Oqtay Həmzəyev yağışa, küləyə baxmır. Ən pis hava şəraitində belə onları zeytun yığımına məcbur aparırlar. Bildirək ki, Vasif İmanov sabiq SOCAR prezidenti Rövnəq Abdullayevin kadrı kimi tanınır və 2013-cü ildən Pirallahı rayon icra hakimiyyətinə başçılıq edir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.